Öncəliklə hamıya salam. Burada yığışmamızın əsas məqsədi 1 iyun Gənclər Günü ilə bağlıdır, Uşaqlar Günü ilə bağlıdır. Ona görə Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək Birliyinin, İctimai Birliyinin əməkdaşı Kamil müəllim, psixoloq Kamil müəllim və onun gözəl komandası ilə bir yerdəyik. Bu yığıncağımızda əsas məqsəd uşaqlarımızla həm şifahi şəkildə, həm də fiziki formada bəzi təlimlər keçməkdir və bunun nəticələrində uşaqlara yadda qalan anlar yaşatmaq və günlər yaşatmaqdır. Mən öz adımdan və Xaçmaz Oyun İcra Hakimiyyəti adından öncəliklə uşaqları təbrik edirəm və sizi də buraya gəldiyinizə görə çox sağ ol deyirəm, minnətdarlığımı bildirirəm. Ben de sizin hər birinizi salamlayıram, bayramınızı təbrik etmək üçün. Biz tədbirimizə, bugün geniş tədbirimiz olacaq. Tədbirimizi ilk öncə Azərbaycanın dövlət himninin səsləndirilməsindən başlayalım. Və Azərbaycanın dövlət himnini səsləndirir. Birinci və ikinci Vətən müharibəsi zamanı şahid olan işlerimiz, eyni zamanda milli lider Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün bir də gəlir burada dayanırıq. Bu mütəvatir psixologlarının tədbiridir. Bundan sonra bizə yoga təlimi keçəcək. Rıfat Müstəydə bizim media menajerimizi, bizim fotolarımızı, videolarımızı hazırlayır. Və maraqlı bir sıx praktik olacaq, əyləncə olacaq, təlimlər olacaq. Devni hamı barədə sizə bir məlumat verəcək. Təbrik edirəm bayramınızı. Amma kim də bu uşaq hesab edirsə, onların bayramını təbrik edirəm. Həmçinin görəcəyə parlaq uğur arzu edirəm. Biz bugün nə edəcəyik? Normalde insanlar düşünürlər ki, meşədə ancaq yemək, içmək, gəzinti bir yeridir. Biz biraz fərqli yanaşacaq. Bugün əslində meşədə özümüzə qayıdacağıq və biraz təbiətin ahəngində ilk olaraq yoga edəcəyik. Yoga barədə məlumatı olanlar varmı?
deyə düşünürəm. Var, bizə Gülnar xanım kömək edəcək. Yoga dediyiniz sadəcə yüngül idman hərəkətləridir. Yəni ağlınızda çox da böyük deyil. Hər kəsin edə biləcəyi yüngül bir enerji ilə başlayan stretching hərəkətləridir. Təxminən bir yarım saat davam edəcək. Ondan sonra kiçik bir fasiləmiz olacaq, çay fasiləsi və sonrasında biz Rəhimə xanımla birlikdə sizinlə art terapiya işləyəcəyik. Art terapiyanın nə olduğunu bəlkə eşitmişsiniz. Eşitməmsinizsə, mən deyim, elə adından da göründüyü kimi art, yəni artla məşğul olacaq, şəkil çəkəcək. Xüsusi bir bacarıq lazım deyil. Bəzən bizə elə gəlir ki, biz bundan çıxa bilməyəcəyik. Bizə çox hər şey birdən-birə mürəkkəb gəlir. Amma nəticədə nə olur? Kimsə bizə dəstək olur və biraz hər şey qaydasında gedir, zaman keçirecək. Proqramda forest bathing olacaq, meşə gəzintimiz olacaq. Bu da adi bir sıradan meşə gəzintisi deyil. Biz daha çox fərqində varacağıq, daha çox element, daha çox obyekt görməyə çalışacağıq. Daha səssiz, daha belə təbiətin səslərini duya biləcəyiniz, öz daxili səsinizi duya biləcəyiniz bir gəzimiz olacaq. Təbii ki, əyləncə qismi olacaq, arada fasilələrimiz olacaq bizim. Ancaq terapiya əsasında əsas diqqətimiz mühüm olacaq. Qısa oyunlarımız da olacaq, əyləncəli bir proqram hazırlamışıq. Vaxtda çalışdığımız qədər. Düşünürük ki, sizin üçün maraqlı olar, hər birinizə uğurlar. Və Gülnar xanım yoga ilə başlayacaq. Biz demək istəyirəm, tamam. Gülnar xanım bir balaca olacaq, biraz biz bu ikinci tədbirimizdir. Bizdən keçən tədbirdə bəzi bizim iştirakçılarımız bilmədilər yoga nədir. Gülnar xanım sizə məlumat versin ki, siz məlumatınızda sual qalmışsınız. Təşəkkür ederim. Mənim adım Gülnar. Biz sizinlə başlayacağıq ilk öncə nəfəs texnikalarından ki, sizin sinir sisteminizin biraz rahatladaq, bir-birimizlə tanış olaq. Daha sonra biraz yüngülcə sizlə hərəkət edəcəyik. O hərəkətlərdən həm oğlanlarımız, həm qızlarımız utanmadan hərəkətlərini etməyi bacarmalıdır. Yəni sizin dəstəyinizə biraz ehtiyacım olacaq. Çox sağ olun. Zamanı gülmək olar, ancaq bir-birini güldürmək olmaz, tamam mı? Utanmaq lazım deyil. Burada siz idman edirsiniz də yəqindir. Məktəbdə, bağçada, bayırda, çöldə. Yəni bu da eyni idman. Ona görə burada utanılacaq bir şey yox. Əllərimiz dizlərimizin üzərində keçsin. Bel onurğamız düz və dik. Burada biraz da nəfəs alacağıq. Nəfəsimizi burnumuzla alıb bırakırıq. Bir daha aldık nəfəs. Əla, davam edirik. Son 2 dəfə. Elini dik tut və sonuncu dəfə alırıq və saxlayırıq nəfəsi. Aldıq. Tutduq. 5 saniyə saxlayırıq. 4, 3, 2, nəfəsi yavaşca bırakırıq. Evet. Və buradan başlayırıq dairəli şəkildə soldan sağa başımızla. Yavaşca hərəkət edirik. Ve büküldük. Aha. Əks tərəfə. Kırıq. Qardaş mənə baxsın. Qardaş ona bax. Oldu. 5 saniyə qalırıq. 5, 4, 2, 1. Saldım. Sağ ayak. Kalkır yukarı. Əla. Və buradan bu ayağımızı salırıq arkaya. Okey. Ve birazca aşağı otururuq. Eller de kalksın yukarı. Düz. Tamam, otur aşağı. Əla. Otur biraz da. Əla. Uzanırıq, nəfəsimizi deyirik. Uzanırıq.
Üç. Dizine kaldı. Dizini. Bir. Saldık. Hadi sayıklarda uzandı. Allah. Gaydırız yavaşça. 6, 5, 4, 3, 2 gaydırıp ancak nefesinizi etrafınızı 5 dakika boyunca gözleriniz dalır yumulur. Telefonları söndürün. Bir götünüz kesin. Rahatsın, anladım. Zelzele diyen kimi siz başlasınız titremeye, o da başlayır sizin için konuşmağa. Veya tut çıkan mesela. Önce başkası kim eləyə bilər? Gel, Elə kimlər çiyin atacaqsan da bunlara? Korkusun. Ay sen gelme, bana git yerine. İndi sen buradan çıkmalısın, biz sen görmüyoruz. Zelzele diyen kim var? Oğlanlar Çıka bilmeyeceksin, sen koymamalısın. Buradan çık. Kaçam olsan taraftan. Kira tərəfə qaldı ha. Oğlanlar tərəfdən. 1, 2, 3, zelzele. Olmuyor. Gəlib çıxdılar. Çok tez oldu. Yaxşı. Kim uduzursa sağlam. Hayır, hayır. Kırmadı. Altından geçti. Atıllar üstünden geçti. Zelzele. Tut buraya bu. Sizi sağlamamışsınız ki. İndi neyin yeri? Kasırga kendi fırlanır. İndi kasırganın içinden çıkmaz. Sola. Niye ne var be? Kasırga deyəndə fırlanır. Yanlı yer, tamam mı? Yanlı gedir. Oradan geçiyor. Oradan çıkmaz. Necəsə boyun gələcək. Eğer Oradan çıkacak o. Ben de tepki kırmadı. buradan indi qırmırsan, burada çıxmalısın. Amma bu yanlı yer olmalıdır ki, Altından geçme olmaz yani. dersin. Altından geçme olmaz. Geçti kaç yok. Keçən tərəmə boyun yazır. Kasım geldi. Kasırga. Ay Allah bu da ya. Yavaş. Stop. Hızlı. Zelzele. Ay abla. Dastıcağından koymuyor. Sana. Sana koymuyor. Burada çatıyor bir içine. Sen o yersen. Bakasana da bak. Video oldu.
Poz ver. Videoda poz ver. Neyim ben? Bayıl verme, poz ver. O nasıl değil? O bilgi geçiyor. Ya çok başlar aslında. Kanla var. Ama bisiklet nasıl psikolojik? Ona göre çekme yaptı değil. Adam çok da ellerimiz altına. Sen ayağa bak. Uşaqlar, deməli biz növbəti texnikaya başlayırıq. Bu da prosesimizlə. İndi bu növbəti prosesimiz olacaq art terapiya. Bəhmə xanım, Ceyhun xanımla birgə sizinlə art terapevtik işlər aparacaqlar. Çox maraqlı, əyləncəli, həm də ki faydalı bir prosesdir. Ümid edirəm, xoşunuza gəldi. Amma ondan əvvəl mən sizi deməli ad-vad çağıracaq. Sizə qovluqda materiallarınızı verəcəyik. Burada işləmək üçün lazım olan materiallardır. Bu dəftərxana vəsaitləridir. Bloknot, kağız, qovluq və belə bir yaxalıqdır, bəciklərdir. Onu yaxalıqda tutursunuz. Bəhmə xanımın təlimat verəcək. Art terapiyada nə ediləcək? Sonra başlayacaqsınız işinizi görməyə. Deməli, mən bir adlar çəkdikcə siz gəlirsiniz, götürürsünüz qovluğunuzu, içindəki materialları yaxalıqda taxırsınız, oturursunuz yerinizə. Sürəyya Şıx Muradlı. Sonra Aylin. Sonra gəlir Kamal. Kamal, sonra Nurlan, Ali, İbrahim. Sen gel burada. Köylüler Sen adın Gülay'ymış ha? Oğlan yok mu? İndi hamımız diqqətlə qulaq asırıq. Sen gel burada. Köylüler Sen adın Gülay'ymış ha? oğlan yok mu? İndi hamımız diqqətlə qulaq asırıq Rəhimə müəlliməni. Rəhimə müəllimə indi sizə təlimat verəcək, nə edəcəksiniz bununla bağlı. Yaxşı? Deməli, önümüzdəki materiallardan anladığımız qədərilə çəkəcəyik, yaradıcılıqla məşğul olacağıq. Önümüzdə stikerlər var, renkli karandaşlar var, flomasterlər var, akvarel boyalar var. Yəni, bacardığımız qədər bolca məhsullar istifadə edə bilərik. Əks etdirmək, təsvir etməyiniz. Məsəl üçün, onu çəkə bilərsiniz, sözlərlə ifadə edə bilərsiniz. Hansı məşğuliyyətləriniz var, hansı hobiləriniz var, nələr sizi, belə deyim, nələrlə məşğul olduqda zövq alırsınız. Bunları vərəqlərdə təsvir edəcəksiniz indi. Stiker, bəli, obrazı nədir? Nə oxumaq lazımdır? Başqası da baxsın ki, hə, onda odur, məndə budur. Amma biz necəyik? Yəni, o problemindən çıxmaq üçün bunlardan istifadə edirik. Tamam, yəni nə istəyirsiniz? Necə bir qiymət verir?
Çəkə bilərsən. Elə ki, onlara Özün edə bilərsən, dəyişə bilərsən onun formasını. Amma burada xüsusi bacarığı lazım deyil. Hər kəsin çəkir. Rəssam yeni iş başında. Çəkilir. 2025 unutmadım. 26 zat da yaz, bilinsin hansı dünya çempionatı. Nike unutmadım sponsoru. günün 7 saat ondan 125 bal versin. Çox oynayırsan. Çok seviyorum. Nasıl eləməyə çalışdın? Daha gelelim. Sözlərlə yaza bilərsən. Rənglərlə ifadə edə bilərsən. Hesabı nasıl satır? Elli mahsen buraya ama almıyorlar da illa sana. Allah'dan Yağışdan sonra ne yapıyorsun böyle renk Ay sağ ol, onu çekelim. Tamam mı? Deməli, şahmat ən başda gəlir. Sizin Allah Конечно. Если тебе так удобно, давай на русском. Kandaş var. Bu sen kandaş. Kanına getir. Kanına birinci kan gitsin. Kanına derman. Vəziyyətdən də yapın. Gəlirəm, bir dəqiqə baxacağım. Canlıdan da yağ satır. Yox, ekranda Müəllim, mənə aparma. Müəllim. Ay müəllim. Mənə apardı da şeyə, Macaristana, rəssamlıq. Gezmə. Yox, ekranda. 3 dəfədən gəlirlər, gezmədim daha. Кто хотел белый экран? Пойдем? Flamaster. Flamaster. Flamaster burada. O da ayaq solar, hə. Ay, o nədir? Yo, altta nə yazılır? Normal. Hayatın kim bomboş bir şey çekmiş. Müəllim. 10 saat fazla oynadım. 5 saat benim əsərim. Sağlıq burada. Allah haqqı sənə rəsmini mən pul versin, bankrot olar. Belə rəsm olsa, satam videosu. 10 gətir verin. Oğlun zor çekiyor. 10 gətir verin götürün. 10 nəfər mən Telefonumu belə tutub çekmişsin. Ha bu ne? Geçen kadar. O yüzü. Ay Allah. Müəllim, kırmızı mı alsın? Ben kırmızı yok. Kırmızı mı alsın? Kırmızı mı alsın? Aynen. Yeniləncək ağacının yanında bir dənə ayı şəkli var burada. Balaca ayı, amma minnoz. Amma oğlum nədir? Onlardan nə? Oğula deyirəm də, sən bilmirəm. Mən karandaşım alıp Gəlin qulava deyim, ne deyim. istiyorsun? Mənim kaç için sattım zaten. Ben o da bir şey yapmaram. Başka öncələr deyirdi. Onu mən deyə bilərəm, bu anın üzüləndirməyir. Yuhanlar, saçlar şöyle kırmızı. Özü niye kırmızı? Bəzən çəkinliyə düşəndə. Niye böyle dedi? Kim məsələn daha çox yoxsa ailədən məsələn çox haqlı. Sen bayağı video gösterdin mi? Amma sizin belə olmur. Onlar esnada. Elə bir ki mənə var. Telefonda o video necə deyirsə, telefon bu üzü çevir, onu da çekiyor. Elə yəni çəkimi də yeri çəkəmin, gəlməmişdi. Və adam başlayırmır, değil mi? Danışmaq istəyirəm. Gəl də. Bilirsən. Ne bilirsən? Başın layihəsini məsəl tutmuş əməkəsin. Bəzən elə olur ki, Ne çəkəcəm? bilmirik. O zaman kiminsə kiməyinə, kiməyinə bu da normal bir şeydir. Danışmaq, paylaşmaq, fikir almaq. Bunlar normal bir şeydir. Sən bu sənətə üstə tutulmuşsun oldu.
Gəl sən. Çıxmıyor, sərsən, sən ancaq başqa üçün yox. O zaman velosiped sürməyi də xoşlayırsan. Rəsmini çəkməyi də sevirsən. Rəsmini çəkməyi də sevirsən. Məncə yox, orada onlar daha çox. Daha çox hansı növlər çəkmək istəyirsən? Hansı janrda çəkirsən? Bravo, tabii şey nedir? Bundan da qara kalır. Renklər də yenə təbiət. Təbiətdə çox zaman keçirirsən. Belə çöldə hansı çox vaxtı var, amma lap belə məsələlər Əsmini alın da. Bəs kimin şəhərdə çıxmağı, başını etməyi sevirsən? hələ falan Sən də aydın. Mən eləsən. Çıxır aydın çəkdi. Velosiped qurğunuz Mən var. deyişəm ha. Nə rol sürmək istəyirsən? Altın qoy tutmalı. Yox. Ne getməyimi göstər. Göstərdi. Geldim bura. Güllər də xoşbəxtdir. Anladığım qədərilə onda rəqs həyatında böyük bir gerzəkdir. Hansı rəqs növünə gedirsən? Hamısına. Həm milli, xarici. Uzun müddət məşğulsan? Davam etdirmək istəyirsən? Bəs başqa nələr ifadə edərdin burada? Nələr təsvir edərdin? nə bilim, nə ki çox təşəkkür ağlıma bir şey gəlmədi. Kariyerə məşğulsan sən? Nəylə? Karate ilə. Hə, aferin. Sonra biraz tarixlə əlaqəm olmaz, amma bunun biologiya olaraq. Çubuqlarımız, soklarımız, meyvə, alma, ketçup falan, bunların satışkalarımız açılmış. Bunlar suyumuz var bunların. Şimdi başlıyoruz. Bunların büyük, güzel suyumuz. Əlimə qulaq asıram. Kim acizdir? Əlini qaldırsın. Acil olmayan yoxdur. Ha. Kim çox yemək istəyir? Ben de bekarım. Bizim bu termoslarımız var, gəlib götürə bilərsiniz. Bu termosu götürüb gəlin, mən sizə mayonezlə ketçup da verəcəm. Üstünə kim istəyir vurar. Səliqə ilə hərəkət gəlir, bir götürür, sokuncu götürür, alma istəsiz, alma götürür. Birinci qızların 6 yaş alır. Sənə doğru değil mi? Başı kaynamağa. Onların yanında oturmuşam. Səni ayıra bilərik buradan. Çoxlar da həm. Bu əmək terapiyası. Həm də centilmenliyi öylədir. Yerləşən qədər məcbur deyiləm. Məcbur sən deyirsən. Üzünüzə də götürünüz. Bir oturun, tam yaşasın, özünüzə də. Mənə baxın, uzun, nə üçün göstərsiniz? Ketçupları koyduk ortaya. Bura ötürün ketçupu.
sonra mayonezdir. Mənim üçün də ayrı. Ayrıca geçen gün oldu. Köpürə. Mayonez var. Burada ise hurcunuma alma doldurup gelmişler. Görsün ben burayı. Bunu tanıyorsunuz. Kimdi? Mən baxımdan tapacağam. Bu Molla Nəsrəddin. Tapdığına yer ha. Molla Nəsrəddin kim olur? Jurnal olur. Mən komediya, nəsə. O jurnalın ne? Olar. O jurnalda Molla Nəsrəddin jurnalını kim çap elətdirir? Bilmirsən? Molla Nəsrəddin jurnalının redaktör kim olur? İkinci gazete. Ha. Sonra ikinci gazete Gəlin. Mehmet Gülzade. Buradan kızlar dediler alma. Olmadı ki bu. Gəlin Mehmet Gülzade'nin başka hansı eserini tanıyorsun? Ha? Ha, hoş değil. Bedelli Gəlin kendini Mehmet Gülzade'nin başka hansı eserini tanıyorsun? Əkinçi. Ali. Fokusu dediler arkasını getirin. Bence bir işte altından sonra beyinler iş gidiyorlar. Sen Alman var da. Direkt onun hızlanma gelir o. Kime verin? Teşekkürler. Öpürəm seni. Poç kutusunu kim okuyor? Bir nefer. Sen daha çok okumuşsun o dedelde. Əgər basın. Köydən heç olmaq Bir nefer. Kurban Ali Bey var orada. Kimin adında Ali sözü var? Kimin adı Ali'dir burada? Ali. Ali sen alma böyle. Yani yemezsin getiriyor. Bu əli də var. Ne? Əkinci. Sonra kim alma çatmıyor? Bana çatmıyor. İstəyirsən alma. Sənə buranı hazırladım. Bu da sənin alma. Bu da sənin alma. Ne? Bunu almalısın. Kalbasalar halal kalbasalardır. Yani bir tane almamız lazım. Kime verək bunları? Müəllimələrə verək. Verək. Biri Ceyhun'a Biz indi meşəni gəzəcəyik. Sakit, aramla. Cığır var, cığırdan kənara çıxmırıq. Sakitcə gəzirik, baxırıq ətrafa. Təbiəti hiss eləməyə çalışırıq. Ayaqlarımızın altında torpağı, səslərə fokuslanırıq. Sonra qoxuya. Yəni tam olaraq bütün duyğularımızı işə salırıq. Və bir qrup fırlanacaq, sağa gedəcək cığır üzrə, sonra sola, axırda gəlib çıxacaq birinci yoga etdiyimiz yerə. Yogadan sonra da estetikada iki qrupa bölünəcəksin. Hə? Ölmək istəyirsən? Yox, yoga bitti. Yoga birinci idi. Yoga bitti. Sonra estetikalarda terapevtik oyunlar olacaq. Əyləncəli. Suyunuzu götürmüşsünüz. Getdik. Şimdi gedirik orada, köprüden keçirdik. Cığırdan kənara çıxmırıq. Sen benden qırağı gəlmişmişdi. Doy topda da. İki.
Ancaq təbiətə baxırıq, səsi eşidirik, hiss edirik. Ancaq hisslərimizə fokuslanırıq. Hazır ol. Aha. Gəldi. Dəşməyə, sonra əsəbləşməməyə, sonra Stresin azalması. stresi azaltmağa. Ən vacib şey nədir? Təbiəti anlayırıq. Bu bizə nəyə kömək edir? Nə formalaşdırır bizdə? Hava. Empati. Aha. Hə? Siz arada istəyirsiniz, nə edəsiniz? Səbirsizlik. Adın nədir? Ayaz. Gəlin Ayazı bir dənə alqışlayaq. Bizdə nə formalaşdırır? Səbirli olmağı, dözümlülüyü. Onun üçün almayın. Yaxşı, indi yəni az yolumuz qalıb. Tamamilə sakit, heç nə səs çıxartmadan, ayaqlarımızı Bircə dəqiqə, sənin bacı qardaşın kim? Bacı. Hara getsən? Sən də getsən. Sonra kimdir? Böyle kocaman aile olduk. Bacın var, qardaşın. Qardaşın, hara getsən? O tərəfə, bu tərəfə. Fərq eləmir, ikisindən birinə deyil. Ya bu komanda ya o komanda. Yaxşı. Sən də bu. Bu gün barədə söhbət aparacaq. Ha, yekunlaşdırma. Yekunlaşdırırıq. Var idi bərəkdə. Her şey süper. Yolda Allah. gələrkən, yok öyle bir şeyler değil. Yok. Çok geniş yollar. İkinciler. Peki burada oturdu, bir yerde oturardı mı? Kızlar, yanına eksik geldi. Yandırıp söndürür. Ocaq eksik. Mənim də. 40 dənə şirkətdən bir dənəsi var. Bir kuru konu. Ortasına işlədir. Yok, elə eləyəsin. Gənclər, çay,
Nəlbəkilərin bir hissəsini qoyaq ora. O bir... Yok var orada. Ne yapalım? Orada var. Nusret, orada var. Evlerimiz sizin çamlarımız. Sen oldun bomba oldun. Uşaqlar, nəhayət yekunlaşırıq. Günün sonuna gəldik, çatdıq. Görün, yorğunsuz. Amma artıq bitiririk. Və sonda sizə biz son hədiyyələrimizi verərək getmək istəyirik. Simvolik bu hədiyyələrdir. Bir hədiyyəmiz kitabdır. Kim eşidib? Məmməd Səid Ordubadinin adını. Böyük bizim yazıçımızdır. Onun qılınc və qələm kitabını biz sizə hədiyyə edirik. Əlfəcinlərdir. Əlfəcinlər kitabların arasına qoyulur ki, vərəqləri itirməyəsidir. Bu da fərqli əlfəcinlərdir. Azərbaycan mütəfəkkirlərinin şəkillərdir. Arxasında isə kəlamlar var. Məmməd Hüseyn Şəhriyar, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Viktor Hugo və sizə bu termosu hədiyyə edirik. Öncə soruşmaq istəyirəm. Bugünkü proses xoşunuza gəldi yoxsa yox? Gəldi. Xoşunuza gəldisə 5 dəfə əl çalırıq. Belə xoşunuza gəldisə alababat 3 dəfə. Yox, gəlsəm. Heç xoşuma gəlmədi bir dənə. Onda geçən özünüzü alqışlayırıq amma. Mən xatırlatmaq üçün soruşmaq istəyirəm. Bizim müəllimlərimiz, bu müəllimənin adı nə idi? Rəhimə. Ay sağ ol. Rəhimə müəlliməni alqışlayaq. Sonra... Tamam müəllim. Kim? Kəram müəllim. Sonra sizə ayaqlarınızı qaldıran, əllərinizi açdıran kim idi? Hə? Adı nə idi o müəllim? Yaxşı, o məşğələnin adı nə idi? Yoga. Yoga. Sevdiniz yoganı? Yox. Nədir yox yəni? Əlləri qaldırsın. 1, 2, 3, 4. Kimlər yoganı sevdi, əlini qaldırsın? Yoga sevənlər. Hamı deyəsən müəlliməni sevir. Yaxşı, müəlliməni sevənlər əl çalsın. Bəs o müəllimə kim idi? Ceyhunə müəllimə. Sonra bizim burada qulluğumuzda durdular, çay gətirdilər. Adı nə idi? Ziyan alqışlayırıq. Sonra bir nəfər də var orada, Aydın əmi. Biz görmədik. Bir də Akif əmin də alqışlayırıq. Və sonra gəlirik. İndi gəlir Ayxan Ramazanov. Gəl Ayxan. Burada bakıyoruz. Şimdi oraya bakıyoruz. Şimdi necə olacaq? Videoda. Oldu. Getdiyini quralsan. Nəsə suallarınız olanda bizə həmişə yaza bilərsiniz. Fatih Xasiyev. El sonra Fatiha.
Kaç mənə baxar. Uğur olsun. Murad Səmədli. Bana bak. Hadi. Uğur olsun. Gülay kimdir? Yusif, sonra hazırlaşsın Maya. Uğur olsun, sağ ol. Maya gəlir, hazırlaşsın Fərid. Ay çoğun bu. Sağ olun. Sonra Fərid gəlir, sonra gələcək Səma. Çok sağ ol. Ayaz, sonra Aysel. Axıra qədər. Uğur olsun. Aysel, sonra gələcək İbrahim. Əllər tutaq. İbrahim, sonra hazırlaşsın Leyla. Ben satamdır ha. Uğur olsun. Leyla, sonra Ali. Çok sağ ol. Ali, sonra gelecek Nigar. Nigar, sonra gelir Nurlan. Sağ ol. Nurlan, sonra gelir Feride. Feride, sonra gelir Kamal. Ben yanımda boşaldım. Nasıl cimcime bu şey? Kamal, sonra gelecek Aylin. Uğur olsun. Aylin, sonra Nihat. Yoktu. Ha? Kim kalır? Yok, bir nefer kalır. Şuraya almıştı ya.
Bir, iki, üç. Azerbaycanlı.